Şamaxı rayonunun dağ kəndlərindən olan Zabanı kəndinin yaxınlığındayıq. Yağan güclü qar avtomobil yollarına məhz bu nöqtəyə təsir etmişdi. Qeyd edək ki, qar yola sovrulmuş, nəticədə bu nöqtədə sürücülər çətinliklə üzləşirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli xüsusi təyinatlı yol idarəsinin canlı qüvvəsi və texnikası məhz bu nöqtədə təmizlik həyata keçirib və burada avtomobillərin hərəkətində hər hansı bir maneə yoxdur. Qeyd edək ki, artıq istənilən şəxs bu yoldan rahat şəkildə istifadə edə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı rayonunda yerləşən 19 nömrəli xüsusi təyinatlı yol istismar idarəsinin xüsusi texnikaları və işçi heyəti yağan güclü qar səbəbilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bütün yollar qardan və buzdan təmizlənir, yollara qum və duz məhlulları səpilir. Hal-hazır bütün istiqamətlərdə avtonəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur. Onu da qeyd edim ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən İdarəmiz yanacaqla və qum-duz qarışığı ilə təmin olunub. Təmizlər, sağ olsunlar yol idarəsi. Yağan kimi səhər durur ki, maşın gəlib təmizləyib, qum, duz səpirlər. Görürsünüz ki, yolumuz bax açıqdır. Şamaxıya da bəyəm spakoyla gedib gəlirik. Rahat. Rahat. Bəli. Vallahi iki dənə təmizləyicisi var, gəlir süpürürlər, qarı təmizləyirlər. Hələ görməmişəm ki, bir dənə maşın qalsın burada, bu küçədə, yolda. Yolda hər hansı bir maneə yoxdur.